Hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər kəsə salamlayıram. MİQ sertifikasiya imtahanına hazırlaşan bütün müəllimlərə uğurlar arzu edirəm və deməli, sistemli olaraq kurikulumla mövzular paylaşılacaq kanalımızda. Kanala abunə olun. Mütləq şəkildə bəyənin, rəylərinizi, fikirlərinizi bildirin. Deməli, bu gün biz sertifikasiyaya dəstək məqsədi ilə mövzuların qısa və lakonik şəkildə izahına baxırıq. Hansı mövzunun? Əlbəttə ki, birinci mövzunun kurikulum nədir mövzusunun, amma daha lakonik və qısa. Birinci növbədə kurikulum konseptual sənəddir. Biz bunu başa düşməliyik ki, kurikulum hal-hazırda müasir proqramımızdır, müasir dövrümüzdür. Müasir dövrdə müasir proqramımızın adı kurikulumdur. Kurikulum konseptual bir sənəddir. Kurikulum müasir proqramımızdır, yadınızda saxlayın. Kurikulum latın sözüdür, yol, istiqamət, kurs, elmə gedən yol, bəzi mənbələrdən aldığımız məlumat əsasında. Ümumiyyətlə, Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərindən etibarən istifadə olunmuşdu. İlk dəfə kurikulum ABŞ-da 1918-ci ildə. Bunlar əlbəttə ki, tarixi məlumatlardır. Siz burada əsas məsələ başa düşməlisiniz ki, kurikulum bizim əlimizdə olan proqramdır. Ənənəvi təlimdə də proqram var idi. Baxın, nə deyirəm? Ənənəvi təlim. Yəni, müasir təlim, ənənəvi təlim. Müasir təlimin adı, müasir proqramımızın adı kurikulumdur. Kurikulum təhsilin məzmunudur. Məzmun deyəndə nə başa düşürük? Bizim şagirdə öyrətdiyimiz məlumatlar, şagirdin bizdən öyrəndikləridir. Təşkil. Mən necə təşkil edəcəm? Sinif mühitini necə quracam? Hansı üsullardan, vasitələrdən, strategiyalardan, metodlardan istifadə edəcəm? Bəs qiymətləndirmə nədir? Şagird nailiyyətinə qoyulmuş dövlət tələbidir. Və əlbəttə ki, bütün bunları özündə birləşdirən konseptual sənəddir. Bir dəfə də deyirik, təhsilin məzmunudur, təşkilidir, qiymətləndirilməsidir. Təhsil, ümumiyyətlə kurikulum təhsil sənədidir, dərs üsulu deyil. Yadınızda qalsın. Çevrildi kurikulum meyarları, UNESCO, aydın məqsəd. Ümumiyyətlə, kurikulum bizə bildirir ki, aydın məqsəd olmalıdır, dövrün tələbinə cavab verməlidir. Şagirdləri bugünkü, gələcək həyatına, onların arzularına, istəklərinə uyğun olmalıdır. Firavan gələcək qura bilmələri üçün biz onlara təkan verməliyik, yol göstərməliyik, ədalətli olmalı, inklüzivlik olmalıdır. Şagird yönümlü olmasıdır. Şagird yönümlü deyəndə ümumiyyətlə biz gələcək mövzularımızda bütün hər şeyə toxunacaq sizlə bərabər. Şagird yönümlü deyəndə biz nə başa düşürük? Şəxsiyyət yetişdirməyi başa düşürük. Yəni, bu gün biz şagird dediyimiz insan, şəxs, şəxsiyyət olmalıdır. Onu subyekt kimi görməliyik. Aydındır. Ona qərarların qəbulunda iştirak hüququ verməliyik. Qaydaları hazırlayarkən onun fikrini nəzərə almalıyıq. Aydın olmalıdır, çevik olmalıdır təbii ki. Bunlar UNESCO-nun əsas göstəriciləridir. Milli kurikulumun prinsipləri. İndi deyirsiniz ki, müəllimə, bəs bu çıxarılıb. Məsələ budur ki, biz bu mövzunu bilməsək, sistemli olaraq digər mövzuları bilməyəcək. Yəni, çıxmaq məsələsi elə bir şey deyil. Əslində, düşəndə düşəcək, yəni mütləq. Milli kurikulumun 6 prinsipi var. Şagird yönümlü, şəxsiyyət yönümlü, tələb yönümlü, interaktivlik, nəticə yönümlü və qiymətləndirmə standartı. Şagird yönümlü dediyim kimi şəxsiyyət yetişdirməkdir. Şagirdimizin, təhsil alanlarımızın, ümumiyyətlə şagirdin adı nədir? Təhsil alandır. Şagirdlərimizin mənafeyidir, marağıdır, tələbatın ödənməsidir, istedad qabiliyyətinin potensial imkanının inkişafına xidmət edir. Şəxsiyyət yönümlü nədir? Bəs şəxsiyyət yönümlüdə 3 əsas məsələ var. İdrak məsələsi, ünsiyyət məsələsi, bir də psixi motor. İdrak beyinlə bağlıdır. Hesablaya bilir, məntiqi mühakimə yürüdə bilir, tənqidi danışa bilir. İdrak beyinlə bağlı. Ünsiyyət öyrəndiyin gəlib danışa bilirmi? Məsələn, Məriş Məmməd nağılını öyrənib gəlib qısa xülasə eləyə bilir, danışa bilir. Bu ünsiyyətdir. Psixi motor, motor bacarığıdır. Ümumiyyətlə uşaqların bir var kiçik motoru, bir var böyük motoru. Kiçik motoru yazı yazmaq kiçik motordur. Böyük motor isə rəqqas rəqs eləməsi. Aydındır. Deməli, idrak, ünsiyyət, psixomotor fəaliyyət bizim həyatı bacarığımızdır. Plus-da milli ümumbəşəri dəyərlər. Məsələn, qazilərə hörmət, şəhidlərimizə hörmət, Azərbaycan bayrağına, gerbinə, himninə, tarixi atributlarımıza hörmət. Aydındır. Bizim milli bayramlarımız var, yeməklərimiz var, xalq rəqslərimiz var. Onlara hörmət nümayiş etdirmək.
Tələb yönümlülük. Tələb yönümlülüyün digər adı tələbat yönümlülüyüdür, yadınızda qalsın. Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələblərinin nəzərə alınmasıdır. İnteraktivlik ən problemli məsələlərdən biridir. Gələcək dərslərimizdə mütləq toxunacaq. İnteraktivlik, inteqrasiya, əlaqə deməkdir. Ümumiyyətlə, dünya bütöv bölünməz bir obrazdır. Şagirdin təfəkküründə bunu formalaşdırmaq lazımdır. Məzmun komponentləri bir-biri ilə həyatla sistemli əlaqədədir. Biz şagirdə başa salmalıyıq, izah eləməliyik ki, yəni sən bir fənni öyrənmək ilə yox, bütün fənləri əlaqəli və inteqrasiya şəklində öyrənməklə uğur qazana bilərsən. Nəticə yönümlülük. Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasını əvvəlcədən verilməsidir. Açar məqamımız nədir? Əvvəlcədən. Nəticə yönümlülük dərsin təlim nəticəsi. Dərsin məqsədi. Dərsin əvvəlindəyəm, amma mən bilməliyəm ki, 45 dəqiqənin sonunda şagirdlərim hansı bilik bacarığı əldə edəcək. İlin əvvəlindəyəm, bilməliyəm ki, ilin sonunda, dərsin sonunda və yaxud da ilin əvvəlindəyəmsə, ilin sonunda, sinifin sonunda şagirdlərim hansı bilik bacarığı əldə edəcək. Məzmun xəttinin əvvəlindəyəmsə, məzmun xəttinin sonunda. Səviyyənin əvvəlindəyəmsə, səviyyənin sonunda. Yəni, təlim nəticələri səviyyə üzrə, məzmun xətti üzrə, sinifin sonu üçün, yəni il üzrə, bir də dərs üzrə olur. Təlim nəticəsi, nəticə yönümlülük. Bir müəllim nəticə yönümlü olmalıdır. Öncədən əlbəttə ki, planı olmalıdır. Öncədən hazırlaşmalıdır. Öncədən müəyyən məsələlərin planını tərtib etməlidir. Qiymətləndirmə standartı əlbəttə təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Ümumiyyətlə standartlar, müəllimlər, belə bir məsələ deyim sizə. Əsas standart, alt standart. Bu məzmun standartına aiddir. Deməli, baxın, mən deyirəm ki, məzmun standart iki hissəyə bölünür. Birinə əsas standart deyirəm, birinə alt standart deyirəm. İkinci, qiymətləndirmə standartını bildiniz. Bir də var dövlət və yaxud da təhsil standartı. Baxın, məzmun standartına belə bir tərif verilir. Şagirdin bilik bacarığıdır. Şagirdin bilik bacarıq dəyər səviyyəsidir. Qiymətləndirmə standartı nailiyyət səviyyəsini ölçür. Dövlət və yaxud da təhsil standartı. Əvvəl biz bunları ayrı-ayrı öyrənirdik. Dövləti də ayrı, təhsil də ayrı. Amma 2020-ci ildə 29 sentyabrda bu birləşdi. Dövlət təhsil bir yerdə öyrənirik və 13 maddə yox, 2 dənə cəmi maddə öyrənirsiniz. Dövlət təhsil standartına isə deyirik, şagirdlərin biliyidir, bacarığıdır, vərdiş səviyyəsidir. Bu qədər. Hörmətli müəllimlər, növbəti dərsimizdə görüşərik. Videolar qısa-qısa olacaq, sizi bezdirmək olmayacaq məqsəd. Məqsəd odur ki, siz öyrənəsiz. Məqsəd odur ki, siz bu videoya bir dəfə yox, dəfələrlə baxasınız. Qeydiyyatınızı götürəsiniz və PDF-lər əldə etmək üçün kanalda nömrə var, yaza bilərsiniz. Problem yoxdur. Dərslərə qoşulmaq üçün deməli, əlaqə nömrəmizi qeyd edəcəm. 050 428 21 73. Yaza bilərsiniz, WhatsApp və zəngil vasitəsilə əlaqə qura bilərsiniz, dərslərə qoşula bilərsiniz. Qeyd edim ki, imtahana qədər uğur qazanmaq olar həqiqətən də. Gün ərzində 2-3 mövzunun izahı, testlər, quizlər və aydın izah, sadə izah. Yəni, kurikulum o qədər də çətin deyil. Sadəcə anlamaq və başa düşmək əsas.